Salam müəllimlər və müəllim olmağa hazırlaşan müdavimlər. Hər birinizi salamlayıram. Mən Abbasova Aycün, kurikulum təlimçisi. Bu günləri biz sizinlə artıq formativ qiymətləndirməni keçəcəyik. Keçən dərsdə deməli qiymətləndirmənin prinsipləri və diaqnostik qiymətləndirmə növünü keçmişik. Gəlin başlayaq. İlk öncə onu qeyd edək ki, qiymətləndirmə nə deməkdir müəllimlər? Bir dənə yadımıza salaq. Qiymətləndirmə təhsil alanın, yəni şagirdin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbi idi. Qiymətləndirmə, məktəb daxili qiymətləndirmənin neçə növü var idi? 3 növü var idi. Bunlar hansılar idi? Birinci, diaqnostik, formativ, summativ. Summativi növbəti dərsdə keçəcək müəllimlər. Çünki geniş mövzudur qiymətləndirmə. Ona görə 3 hissəyə ayırmışıq. Hər birini ayrı-ayrıqda keçmək lazımdır. Həmçində testlərə düşür qiymətləndirmə. Ona görə diqqətli olmaq lazımdır. Bu mövzunu mükəmməl şəkildə, super formada öyrənmək lazımdır. Gəlin başlayaq formativ qiymətləndirmədən. Formativ qiymətləndirmə təhsil alan hər bir fənn üzrə təhsil proqramında, yəni kurikulumda müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək. Baxın müəllimlər, bu cümlə summativdə də sizə rast gəlinə bilər. Burada əsas cümlənin sonuna diqqət edin. Fəaliyyətlərini izləmək formativdir. Nailiyyətini ölçmək olsaydı o summativ olacaqdı. Əgər biz fəaliyyəti izləyiriksə, ağlımıza avtomatik olaraq gəlməlidir ki, bu formativdə olmalıdır. Bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib, onları aradan qaldırma məqsədilə aparılır. Bəli, yəni formativ qiymətləndirmə nədir? Gündəlik qiymətləndirmədir. Belə yadımıza saxlayaq. Yəni bizim gündəlik qiymətləndirməmiz, hansı ki, gündəlik cari planlaşdırmada qeyd etdiyimiz o formativ qiymətləndirmə gündəlik qiymətləndirmədir. Və burada məqsəd nədir? Şagirdin olduğu yerdən olmalı olduğu yerə çatdıranadək qarşına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaqdır. Başqa sözlə, formativ qiymətləndirmə şagirddən şifahi və yaxud da yazılı cavab alıb, bu məlumatı düzgün şərh edərək şagirdin təlim səviyyəsini müəyyənləşdirmək və onu irəliyə aparmaq və bunu ən yaxşı şəkildə necə etməyə qərar vermək prosesidir. Bəli, biz müəyyənləşdiririk onun hansı təlim səviyyəsindədir. Daha sonra biz onu irəliyə aparmaq üçün nə edə bilərik və bunu ən yaxşı şəkildə necə edə bilərik. Bütün bunları özündə zəmləşdirən formativ qiymətləndirmədir. Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitoringi vasitəsilə tədrisin düzgün istiqamətləndirməsinə xidmət edir. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir. Formativ qiymətləndirmə zamanı tapşırıq vermə və müşahidə üsullarından da istifadə olunur. Gəlin baxaq görək formativ qiymətləndirmə hansı suallara cavab tapır. Şagirdin hədəfi nədir? Yəni şagird nə öyrənəcək? Şagirdin mövcud vəziyyəti necədir? Yəni hal-hazırda öyrənməli olduğu məsələdən nə qədər xəbərdardır? Baxın mənə burada FG yazılıb. Yəni formativ qiymətləndirmənin qayəsi şagirdi olduğu yerdən olmalı olduğu yerə götürməkdir. Bu cümləni yadınızda saxlayın, testə düşə bilər. Formativin bir növ əsas özəl cümləsidir, belə deyək, spesifik cümləsidir ki, olduğu yerdən olmalı olduğu yerə aparmaq bu formativ qiymətləndirməyə aiddir. Yəni mən haradayam və mən hara gedirəm? Hədəfim nədir? Formativ qiymətləndirmənin aşağıdakı vacib xüsusiyyətləri var. Bunlar hansılardır? Təlim nəticələrinə uyğunluq. Bəli, formativ qiymətləndirmə təlim nəticəsinə uyğun olmalıdır. Qiymətləndirmə meyarlarının olması. Bəli, qiymətləndirməmizin müəyyən meyarı olmalıdır. Biz nəyə görə qiymətləndiririk? Bunun meyarı olmalıdır. Konstruktiv rəy. Bəli, şagirdlə əks əlaqədə olmalıyıq, konstruktiv rəyi bildirməliyik, vaxtında verməliyik bu konstruktiv rəyi. Konstruktiv rəy nədir? Bunu da keçəcəyik. Effektiv sual-cavab, sinif tapşırıqlarının təşkili, qarşılıqlı və özünü qiymətləndirmənin təşkili. Bəli, formativ qiymətləndirmədə təkcə müəllim qiymətləndirmə aparmır. Eyni zamanda həm yoldaş qiymətləndirməsi, həm özünü qiymətləndirmə olmalıdır. Lakin bütün bunları edərkən təbii ki də meyara əsaslanmalıdır. Yəni özündən durduğu yerə istədiyi qiyməti özünə verə bilməz. O müəyyən meyara əsaslanaraq bu qiyməti verməlidir. Formativ qiymətləndirmə apararkən hansı tələbləri nəzərə almaq lazımdır? Səmərəli planın ayrılmaz hissəsidir. Formativ qiymətləndirmə səmərəli planlaşmanın bir hissəsidir. Perspektiv, yəni perspektiv nədir? İllik
planlaşma, illik planlaşma həm müəllimə, həm də şagirdə imkan yaratmalıdır ki, təlim məqsədinə nail olmaq üçün lazım olan məlumatı əldə edib istifadə etsinlər. İndi müəllimlər, siz deyəcəksiniz ki, formativ qiymətləndirmə gündəlik planlaşdırmadır, perspektiv nə əlaqə? Perspektiv illik planlaşmadır. Müəllimlər, biz gündəlik planlaşmanı illik planlaşdırmaya əsasına aparırıq. Yəni bizə birinci illik planlaşma verir, biz ona əsasən gündəlik planlaşmamızı aparırıq. Ona görə də burada perspektiv planlaşma deyir ki, həm müəllimə, həm də şagirdə imkan yaratmalıdır ki, təlim məqsədinə nail olmaq üçün lazım məlumat əldə edib istifadə etsinlər. Planın ilkin və hələ yaranmaqla olan bilik və bacarıqlara düzgün qiymət verə bilməsi üçün asanlıqla dəyişə bilən olması lazımdır. Asanlıqla dəyişə bilən, yəni aydın olmalıdır da, onlara uyğun olmalıdır. Asanlıqla dəyişə bilən uyğun olmalıdır deməkdir. Şagirdlərin təlim məqsədlərini və tapşırıqlarını qiymətləndirmə meyarlarını daha yaxşı anlamaları üçün də planda uyğun strategiyalar, şagirdlərin müəllim rəyini almaları, öz bilik, bacarıq və vərdişlərini necə qiymətləndirəcəkləri və daha böyük nailiyyət qazanmaları üçün görəcək işlər planda öz əksini tapmalıdır. Bəli, meyarları şagirdlər düzgün başa düşmələri üçün, yəni planda hər şey öz əksini tapmalıdır ki, şagirdlərə açıq, aydın olsun, qaranlıq qalan məqam olmasın. Onlar artıq bilsinlər ki, hansı bilik və bacarığı əldə edəcəklər. Şagirdlərin necə öyrəndiklərinə əsaslanır. Qiymətləndirməni planlaşdırarkən və şagirdin cavabını təhlil edən zaman təlim prosesi həm şagirdlərin, həm də müəllimin diqqət mərkəzində olmalıdır. Şagirdlərə təlim prosesinin nə hissəsi ilə yanaşı, həm də necə hissəsi aydın olmalıdır. Təlim prosesinin mərkəzində dayanır. Bəli, müəllim və şagirdlərin sinifdə gördükləri işin böyük hissəsini qiymətləndirmə hesab etmək olar. Belə ki, tapşırıq və suallar şagirdləri öz bilik və bacarıqlarını nümayiş etdirməyə çağırır. Şagirdlərin nə dedikləri və etdikləri müşahidə olunur, şərh edilir və təlimin necə yaxşılaşdırılması barədə fikirlər yürüdülür. Bu cür qiymətləndirmə işləri gündəlik sinif həyatının mühüm hissəsini təşkil edir. Həm müəllim, həm də şagirdlər düşünməyə, dialoqa girməyə və qərar qəbul etməyə sövq edir. Şagirdə emosional təsir etdiyindən həssas və faydalı olmalıdır. Müəllim şagirdlərə deyilən, istənilən sözün, verilən qiymətin onların özünə inamına və motivasiyasına təsirini nəzərə alıb, mümkün qədər faydalı rəy verməlidirlər. Şəxsə deyil, işə yönələn şərhlər həm təlim, həm də motivasiya üçün daha böyük fayda daşıyır. Bəli, müəllimlər, baxın, siz şagirdə rəy verərkən çox həssaslıqla yanaşmalısınız bu rəy vermək məsələsinə. Niyə? Çünki rəy verərkən şagirdin şəxsinə deyil, onun fəaliyyətinə rəy verməlisiniz. Məsələn, belə bir rəy deyirəm. Mən səni çox yüksək qiymətləndirirəm. Son zamanlar öz üzərində bu mövzunu daha da yaxşı öyrənmək üçün çox çalışırsan. Afərin. Baxın, mən nə etdim? Onun şəxsinə deyil, onun fəaliyyətinə qiymət verdim. Mən qiymətləndirdim ki, yəni mən ona göstərdim ki, mən fərqindəyəm. Mən görürəm ki, sən çox çalışırsan bu dərsi yaxşı öyrənmək üçün. Yəni mən onun fəaliyyətinə qiymət verdim. Çalışqanlığını gördüm. Ona orada o zəhmətin, əməyin dilə gətirdim ki, mən bunu bilirəm, görürəm və nəzərə alıram. Yəni bu nə oldu? Şagird deyəcək, müəllimə görür ki, mən əziyyət çəkirəm, mən öyrənməyə çalışıram. Deməli, daha çox çalışmalıyam ki, müəllim də məni daha çox qiymətləndirsin, daha yaxşı görsün, yəni başa düşsün. Yəni mən öz məqsədimə çatmaq üçün çox öz üzərimdə işləməliyəm, çox oxumalıyam. Yəni müəllimə də bunu görür. Deməli, mən çox işləməliyəm öz üzərimdə. Artıq nə oldu? O öz fəaliyyətinə daha da, belə deyək, bir növ fəaliyyətinə motivasiya yaradır. Daha çox istəyir, məşğul olsun. Həqiqətən də elədir. Yəni gördüyü işi, gördüyü zəhməti biri qiymətləndirərkən adi həyatımızda da. Məsələn, bir şey bişiririk və bizə rəy verərkən ki, çox dadlı bişirirsən və ya da əlin çox dadlıdır, çox dadlı eləmsən, bunu necə etdin? Yəni artıq istər-istəməz bizdə də belə bir motivasiya yaranır ki, mən gələn dəfə bundan daha yaxşısını edərəm, bundan daha qəşəyin, fərqlisini bişirərəm. Yəni fərqindədir mənim qəşəng bişirdiyimi və yaxud da necə elədiyimi görür. Yəni burada bir növ fəaliyyətə, şəxsə deyil. Demir ki, sən çox ağıllısan, sən dahisən, sən mükəmməlsən, sən alimsən. Belə şərhlər vermir, sırf fəaliyyətinə, nəyi necə etdiyinə. Motivasiyanı artırır. Uğursuzluqları deyil, inkişaf və nailiyyəti vurğulayan qiymətləndirmə forması həm də motivasiyanı artırır. Bəli, müəllimlər, ilk öncə onda qeyd edeyim ki, birinci şagirdə rəy verərkən uğursuzluqlarını demirsiniz. Müsbət tərəflərin, uğurlu olduqları hissələri deyirsiniz. Daha sonra isə
uğursuz olduğu hissələri necə inkişaf elətdirə bilər, necə aradan qaldıra bilər, bunun yolunu deyirsiniz. Yəni demirsiniz ki, bunu səhv elədin, sən bunu belə düz etməliydin. Mən bunu sənə belə öyrətmişdim, amma sən bunu səhv elədin. Всё. Bu yanlış rəydir, bu doğru rəy deyil, bu konstruktiv rəy deyil. Doğru konstruktiv rəy budur ki, məsələn sizə bir misal gətirim ki, mən bunu oxuyub bitirək, sonra misal gətirim. Şagirdlərin özlərini daha yaxşı oxuyan yoldaşları ilə müqayisə olunmalıdır. Onları həvəsdən sala bilər, olunmamalıdır. Yəni burada yanlış yazıb, olunmamalıdır. Çünki bu onları həvəsdən sala bilər. Üzrü müəllimlər, burada müqayisə olunmalıdır yazıb, əslində olunmamalıdır. Şagirdlər özlərindən daha yaxşı oxuyan yoldaşlarla müqayisə olunmamalıdır. Çünki onları həvəsdən sala bilər. Bu həmçinin şagirdlərin özlərini yaxşı hesab olunmadıqları sahələrdən uzaq durmalarına səbəb ola bilər. Bəli müəllimlər, baxın. Bayaqçı misalımı deyim, konstruktiv rəy deyim, sonra buna qayıdaq. Baxın, məsələn deyirəm ki, belə bir konstruktiv rəy verirəm. Tutaq ki, qarşımdakı bir şagirdin adı Zəhra olsun. Zəhra, sən bu dərsi həll edərkən istifadə etdiyin üsul çox xoşuma gəldi. Amma bu hissələrdə yanlışlığa yol verə bilirsən. Bunları aradan qaldırmaq üçün mənim dediyim bu yoldan da istifadə edə bilərsən. Aha. Mən nə etdim? Əvvəlcə ona belə deyək də pozitiv yanaşdım. Müsbət tərəfini dedim ki, bu istifadə etdiyim bu strateji çox xoşuma gəldi. Amma orada elədiyin səhv var. O səhvi aradan qaldırmaq üçün mənim bu dediyim yoldan istifadə edə bilərsən. Aha. Artıq ona bir yol göstərdim, istiqamət göstərdim ki, bunu da tətbiq eləsən alınacaq. Yəni o səhvi aradan qaldıra biləcəksən. Daha sonra baxın müəllimlər, yadınıza saxlayın. Nə adi sosial həyatda, nə də ki dərsdə. Yəni şagirdləri müqayisə etmək doğru deyil. Yəni müqayisə edərkən bir növ onların öz sinif yoldaşlarına nifrət hissi yarana bilər, paxıllıq hissi yarana bilər. Yəni bir növ bir-birlərinə nifrət hissi yarada bilərik, oyada bilərik. Ona görə də bunu etmək lazım deyil. Baxın müəllimlər, şagirdləri özləri ilə müqayisə edin. Bu nə deməkdir? Yəni şagirdlər tutaq ki, biraz qavraması zəif idi, amma daha sonra artıq dərsi daha yaxşı mükəmməl öyrənməyə başladı. Şagirdləri olduğu vəziyyətlə və əvvəlki vəziyyəti ilə müqayisə edin. İndi necədir və əvvəl necə idi? Tutaq ki, əvvəl daha da pis idi, oxumurdu, amma indi çox yaxşı oxuyur. Siz həmin o şagirdi öz vəziyyəti ilə müqayisə edin. Başqa şagirdlərlə müqayisə etməyin. Bunu yadınıza saxlayın. Bu da çox maraqlı və önəmli məqamdır. Motivasiya qiymətləndirmə metodları vasitəsilə də saxlanıla və gücləndirilə bilər. O şərtlə ki, bu metodlar şagirdin sərbəstliyini qorusun, ona seçim imkanı və faydalı rəy versin. Nəhayət özünü istiqamət verməyə imkan yaratsın. Bəli, bunu da qeyd elədim. Məqsəd və meyarların qavranılmasına yardım edir. Təlim məqsədlərinə nail olmağı və onların ölçülmə meyarlarının qavranılmasını asanlaşdırır. Təlimin səmərəli olması üçün şagirdlər anlamalıdırlar ki, nəyə nail olmağa çalışırlar və eyni zamanda bunu istəməlidirlər. Bəli, biz şagirdlərə təlim nəticəsini dərsin əvvəlində qeyd eləməliyik, elan etməliyik. Və onlar motivasiyanı düzgün quraraq onlarda buna həvəs, maraq oyatmalıyıq ki, onlar da buna eyni zamanda tədris, yəni tətbiq eləmək istəsin, öyrənmək istəsin. Qiymətləndirmə prosesi üçün məqsəd və meyarın müəyyənləşdirilməsinə şagirdlər cəlb edəndə onlar bu iki məsələni daha yaxşı anlayır və həvəslə yerinə yetirirlər. Bəli, artıq meyarı elan etdikdə artıq onlar bilir ki, əldə etdikləri bu bilik və bacarıq hansı meyar üzərində qiymətləndiriləcək. Qiymətləndirmə meyarları elan edilərkən şagirdlərin anlayacağı terminlərdən istifadə etməklə onları müzakirə etmək və bu meyarlara uyğun gələn işlərdən nümunələr gətirmək və şagirdləri özünü qiymətləndirməyə və sinif yoldaşlarının yoldaş qiymətləndirməsinə cəlb etmək lazımdır. Bəli, formativ qiymətləndirmədə təkcə müəllim qiymətləndirmir, eyni zamanda yoldaş qiymətləndirir və eyni zamanda özünü qiymətləndirmə var. Amma nəyə əsasən dedim? Meyarlara əsasən. Şagirdlərə inkişaf etmək üçün yol göstərir. Təlim prosesində növbəti mərhələyə anlamaq üçün şagirdlərə lazımi məlumat və istiqamət vermək lazımdır. Müəllim etməli olduğu işlər. Şagirdin güclü tərəfini göstərmək və onları daha yaxşı inkişaf etdirməsi üçün məsləhət vermək, zəif cəhətlər haqqında aydın və yumşaq şəkildə danışmaq, yol göstərmək, bir növ fasilitatorluq etmək və şagirdi öz işini yaxşılaşdırması üçün imkan yaratmaq. Bayaq qeyd elədiyim bu konstruktiv bəyə bənzəmirmi sizcə də müəllimlər? Yəni nə deməkdir? Şagirdin güclü tərəflərini göstəririk, nəyə düz eləyir, nəyə yaxşı edir, hansı hissədə uğurludur, onu qeyd edirik. Daha sonra
zəif tərəfi varsa və yaxud da səhvlərə yol verirsə, həmin o səhvləri yumşaq şəkildə deyib, onu aradan qaldırmağın yollarını demək, yol göstərmək, öz işini daha da yaxşılaşdırmaq. Yəni olduğu yerdən olmalı olduğu yerə aparırıq, inkişafa aparırıq. Bu formativ qiymətləndirmədir. Özünü qiymətləndirməni stimullaşdırır. Müstəqil şagirdlərdə yeni bilik, bacarıq və qavrayışlar axtarmaq və onları yiyələmək qabiliyyəti olur. Onlar özlərini təhlil edə və təlimlərində növbəti mərhələni müəyyənləşdirə bilirlər. Müəllimlər şagirdlərdə özünü qiymətləndirmə bacarıqları formalaşdırmaqla onları həvəsləndirməli və sərbəst öyrənmə bacarıqlarını inkişaf etdirməlidirlər. Bəli, şagirdlərdə özünü qiymətləndirmə bacarığı formalaşdırmaq lazımdır və onları buna həvəsləndirmək lazımdır. Formativ qiymətləndirmə zamanı hansı vasitələrdən istifadə oluna bilər? Müşahidə, sual-cavab və sinif müzakirələri, rubriklər, çıxış bileti, yoldaş və özünü qiymətləndirmə, artıq bu yadımızda qalsın. Şagirdlərin sual verməsi və yazması, işıq vur, düşün, paylaş, bölüş, doğru-yanlış fikirlər, BİBÜ. Baxın, BİBÜ diaqnostikdə də var idi. Formativ qiymətləndirmədə də var. Bunu yadımızda saxlayaq. Şagird jurnalı, 3-2-1 refleksiya üsuludur. Qısa ümumiləşdirmə. Bunların bir neçəsini aşağıda təqdim edirik. Müşahidə. Müşahidə formal və qeyri-formal ola bilər. Baxın, bunu bir dənə sizə müəllimlər loru şəkildə qeyd edirəm. Formal nədir, qeyri-formal nədir? Formal odur ki, biz əvvəlcədən bunu planlaşdırırıq. Əvvəlcədən bir vasitə, bir cədvəl qururuq özümüz üçün, yazırıq ki, nəyi müşahidə edəcəm, nəyi gözlənti formada gözləməliyəm, nəyi izləməliyəm daha doğrusu. Bütün bunları biz əvvəlcədən planlaşdırırıq. Amma qeyri-formal müşahidə o deməkdir ki, spontan olur. Yəni, birdən-birə dərsdə müəllim qərar verir ki, həmən indi müşahidə edeyim. Yəni, gözlənilmədən baş verir. Təlim zamanı baş tutur bu. Əvvəlcədən planlaşdırılmır qeyri-formal müşahidə. Gəlin, indi baxaq. Formal müşahidə müəyyən müşahidə vasitələrindən, məsələn, müşahidə vərəqlərindən istifadə etməklə həyata keçirilir. Bunu qeyd elədim. Müəllim şagirdləri müşahidə etməklə onların davranış və fəaliyyətinə əvvəlcədən müəyyənləşdirilmiş meyarlarla müqayisə edir. Bəli, mən bayaqına qeyd elədim. Dedim ki, müəyyən bir vasitə tutur, mütləq ki, cədvəl qurur özü üçün və orada müəyyən qeydlər aparır. Müəyyən meyarları əvvəlcədən müəyyənləşdirir ki, mən bu meyarlar əsasında şagirdlərimin fəaliyyətini və davranışlarını müşahidə edəcəm. Qeyri-formal müşahidə təlim zamanı baş tutur və burada müəllim konkret bir və ya bir qrup şagirdi və meyarları fikrində tutmaya bilər. Yəni, müəllim burada əvvəlcədən planlaşdırmır ki, mən hansı meyara müşahidə aparacam və hansı şagirdləri. Amma formalda müəllim əvvəlcədən beynində tutur ki, qeyd aparır ki, mən hansı şagirdləri müşahidə edəcəm. Bununla belə bu halda da onlar şagirdlər haqqında informasiya toplaması mümkündür. Formal müşahidə xüsusi nəzərdə tutulmuş hallarda apardığı halda, qeyri-formal müşahidələr hər gün dərsdə aparıla bilər. Formal müşahidə aparmaq üçün belə bir cədvələ baxa bilərik. Məsələn, baxın müəllimlər. Üzr sayın. Müzakirədə aktiv iştirak edir Əli və Şəbnəm. Fikirlərini arqumentlərə əsaslandırır. Xəyal və ilahi. Digərlərinə sonadakı qulaq asır. Əli, xəyal və Şəbnəm. Artıq bu nə oldu? Bu oldu formal müşahidə. Sual-cavaba gəldikdə. Bildiyimiz kimi, dərsdə müəllim danışığının əsas hissəsini verilən suallar təşkil edir. Hətta səhv etmirəmsə belə idi ki, gün ərzində təcrübələr nəticəsində müəyyən olub ki, müəllim gün ərzində 400-ə yaxın sual verir. Belə bir şey. Suallar təsnif edərkən onlara açıq və qapalı olaraq iki növ ayrılır. Mən bunu sizə dəfələrlə demişəm. Həm qabağımıza çıxanda da qeyd edirəm, qapalı açıq sual nədir, həm də bunu keçmişik, çox rahatdır. Gəlin baxaq görək burada nə deyir. Deməli, qapalı suallar bir cavabı olan, məsələn, qısa ifadələr, hə, yox, bəli, xeyir, qısa konkret cavabı olan suallardır. Faktlara əsaslanır, yaddaşa əsaslanır, hafizəyə əsaslanır, təfəkkürün inkişafını dəstəkləmir, sual verən tərəf dialoqa nəzarət edə bilir, çünki qarşıdakı insan hə, yox, qısa konkret cavablar verir. Məsələn, Macarıstanın paytaxtı haradır? Budapeşt. Qısa konkret. Rusiyanın paytaxtı harada? Moskva. Qısa konkret. Və yaxud da kurikulum nəyə deyilir? Tərifini deyilsən. Kurikulumun neçə prinsip var? 6 prinsip var. Yəni, qısa konkretdir bu. Sualı qapalı nümunə ola bilər. Açıq suallar isə təfəkkürə yönəlir. Şagirdin təxəyyülünün məhsulu olur. Fərqli cavablar olan suallarda təfəkkürü dəstəkləyir, yaddaşa əsaslanmır.
Deməli, şagirdə düşünməyə və refleksiya etməyə sövq edir, fikirləri formalaşdırır, dialoqa nəzarəti şagirdlər həyata keçirir, şagirdlərin dərsdə cəlb olunmasına təmin edir. Sənə görə sağlam həyat tərzi nədir? Sualı açıq nümunə ola bilər. Sinif müşahidələri göstərir. Sinif müşahidələri göstərir ki, müəllimlər şagirdlərə daha çox qapalı suallar verirlər ki, bu da bir qədər problemli məsələdir. Çünki qapalı suallar adətən bir sözdən və ya qısa cavablardan ibarət olur və bu şagirddə yuxarı təfəkkür səviyyəsinin bacarıqlarını tələb etmir. Bəli, müəllimlər, yadınızdasə biz bu dərsi keçmişdik sizinlə və mən sizə orada da qeyd eləmişdim. Digər dərslərdə də rastımıza çıxır. Açıq tipli sual, qapalı tipli sual. Qapalı tipli sual bir növ qısa cavab tələb edir, konkret cavab tələb edir, yuxarı təfəkkür səviyyəsini inkişaf elətdirmir, daha çox aşağı təfəkkür səviyyəsini bir növ inkişafına şərait yaradır. Amma bizdə təbii ki də şagirdlərdə yuxarı təfəkkür səviyyəsini inkişaf elətdirmək lazımdır. Və deməli, açıq suallara cavab verərkən isə şagirdlər kognitiv canlanma baş verir. Kognitiv, yəni idraki canlanma baş verir, düşünməyə başlayırlar. Çünki sualın bir konkret cavabı olmur. Qeyd etmək lazımdır ki, şagirdlərə hər iki tip sualların verilməsi lazımdır təbii ki. Lakin yüksək təfəkkür səviyyəsini inkişaf etdirmək baxımından açıq sualların verilməsi daha məqsədə uyğun hesab olunur. Sual-cavab prosesində danışarkən nəzərə alınmalı olan bir məsələ də gözləmə vaxtıdır. Bu barədə əvvəlki mövzularda danışılmışdır. Ənənəvi dərslərdə müəllim sualı səsləndirdikdən sonra bir qism şagird cəld əllərini qaldırır və cavabı səsləndirmək üçün yarışa girir. Bəli, əgər yadımızdadsa ənənəvidə belə idi ki, artıq müəllim sual verirdi və tez cavab verirdi. Yəni, sanki bir növ burada yarış var idi. Digərləri isə, məsələn, tutaq ki, sualı başa düşməyən və yaxud da zəif qavrayan, hələ düşünmək istəyən şagirdlər artıq kənarda qalırdı və beləliklə tədrisdən uzaqlaşırdı. Bir növ dərsdən soyuyurdu, uzaqlaşırdı. Və düşünməsi də artıq onlar üçün bir mənasız hala gəlirdilər. 1974-cü ildə Amerikalı təhsil tədqiqatçısı Rounun apardığı araşdırmalar göstərir ki, siniflərdə səsləndirilən suallar və cavablar arasında gözləmə müddəti heç bir saniyə keçmir. Bu gözləmə cəmi 3 saniyə artırıldıqda isə artıq müsbət nəticələri görmək olur. Verilən cavabların düzgünlüyü və əhatəliliyi artır. Cavabı tapa bilməyən şagirdlərin sayı azalır, cavab vermək istəyən şagirdlərin sayı artır. Əslində 3 saniyə də kifayət qədər gözləmə vaxtı deyil və bəlkə də bu 3 saniyə keçməmiş sakitlikdə gözləyib şagirdlərə əllərini qaldırmağa icazə verməmək qəribə görünə bilər. Amma tədqiqata görə bu sinif texnikası həqiqətən də tətbiq etməyə dəyər texnikadır və verilən cavabların keyfiyyətini artırır. Bəli, müəllimlər, yəni bir saniyə gözləyəsən, hər kəsin düşünməyə vaxtı olmaz. Müəllimə əl qaldıran kimsə tez onun cavabını eşitmək istəyər. Amma bir də var, məsələn, 3 saniyə keçməmiş deyirsən ki, heç kəs əlini qaldırmasın. 3 saniyə keçməmiş. Çünki 3 saniyə düşünürük. Təbii ki, sualın mürəkkəblik dərəcəsindən də asılıdır. Ola bilər asan sual olar, tez cavab verə bilərik. Ola bilər daha belə düşündürücü sual olar və 3 saniyədən də artıq vaxt verə bilərik. 1 dəqiqədə bəlkə vaxt verə bilərik. Yəni, o sualın özünün səviyyəsindən də asılıdır. Buna görə də bütün bunları nəzərə almaq lazımdır. Bəs gözləmə vaxtı nə qədər olması məqsədə uyğundur? Belə qəbul olunmuşdur ki, dolğun cavab vermək üçün sinifdə düşünmə vaxtı sualın çətinlik səviyyəsindən asılı olaraq 10-30 saniyə olmalıdır. Bəzən 1 dəqiqə də ola bilər. Gözləmə vaxtı şagirdə rahat düşünməyə, fikrini cəmləşdirməyə, həyəcanını azaltmağa imkan verir. Şagirdin özünü qiymətləndirməsi, yoldaş qiymətləndirməsi. Sinifdə qiymətləndirməni aparan yeganə insan müəllimdir. Şagirdlər özləri də öyrənmələri nəzarət edib onu ölçə bilərlər. Şagirdin özünü qiymətləndirməsi öyrənmədə vacib məqamlardan biridir. Çünki şagirdlər öyrənmə məqsədlərini, yəni təlim nəticələrini o vaxt çata bilirlər ki, bu məqsədləri və onlara çatmaq üçün nəyə ehtiyacların olduğunu başa düşürlər. Şagird özünü qiymətləndirərkən bir tərəfdən metakognitiv düşüncəni tətbiq edərək öz öyrənməsini ölçür və təlim məqsədlərinə çatmaq yolunda harda olduğunu yoxlayır. Digər tərəfdən də özü üçün öyrənmə strategiyaları və onları necə tətbiq edəcəyi barədə düşünür. Bəli, müəllimlər, biz özümüzü tutaq ki, qiymətləndiririk.
Heç şagirdi məsələn qoyaq bir kənara, özümüzdən bir nümunə çəkək. Mən özümü qiymətləndirirəm. Mən özümü qiymətləndirərkən mənim metakognitiv düşüncəm də işə düşür. Yəni metakognitiv bacarığım işə düşür və eyni zamanda artıq mən özümü qiymətləndirərkən özümün zəif və güclü tərəflərimi bilirəm. Artıq məqsədimə çatmaq üçün hansı zəif tərəflərimi aradan qaldırmalıyam, hansı çətinliklərimi aradan qaldırmayla bütün bunları çox aydın formada özüm haqqında məlumatlı olurum. Bir növ bu nə olur? Bir növ metakognitiv biliyə bənzəyir, düzdürmü? Və eyni zamanda, məsələn, əgər istifadə etdiyim strategiya mənə görürəm ki, xeyir vermir, əksinə faydasızdırsa, bu zaman başqa bir yol seçirəm, başqa bir strategiya, metod tətbiq etməyə başlayıram. Bu cəhətdən özünü qiymətləndirmə çox vacibdir. Bir də onu qeyd eləyək ki, formativ qiymətləndirmədə deməli nə oldu? Özünü qiymətləndirmə və yoldaş qiymətləndirməsi. Əgər şagirdlərin metakognitiv bilikləri olsa, müəyyən bir təlim fəaliyyəti üçün özlərinə daha əlverişli öyrənməsini ölçür və inkişafı üçün öyrənmə strategiyasını müəyyənləşdirir. Bəli, şagirdlərdə metakognitiv biliyi inkişaf etdirmək lazımdır. Onlar özlərinin zəif və güclü tərəflərini, öz öyrənmə yollarını, öz öyrənmə üsullarını bilməlidirlər. Özlərini inkişaf etdirmək üçün özləri strategiya qurmalıdırlar. Özünü qiymətləndirmə zamanı formalaşmanın, yəni öz fəaliyyətindən refleksiya etmələrin daim müəllimlər tərəfindən dəstəklənməsidir. Bu cür dəstəkləmə sadə suallara, məsələn, mövzunu tam anladığını düşünürsənmi? Elədirsə, bunu necə sübut edə bilərsən? Kimi? Getdikcə isə daha mürəkkəb, məsələn, səncə hansı strategiyadan istifadə etsən, öyrənməni möhkəmləndirə bilərsən? Kimi suallar verilməsi ilə həyata keçirilə bilər. Yəni, bu tipdə suallar verə bilər müəllim şagirdə. Özünü qiymətləndirmə adətən yoxlama cədvəlləri vasitəsilə aparılır və bu yoxlama cədvəlləri ölçülməsi lazım olan bilik və bacarıqdan asılı olaraq dəyişə bilər. Məsələn, təsəvvür edək ki, müəllim şagirdlərin qrup müzakirələrindəki fəaliyyətini necə dəyərləndiklərini yoxlamaq istəyir. Bunun üçün şagirdlərə bu sizə göstərilən cədvələ təqdim oluna bilər. Baxın, gəlin cədvələ baxaq. Deməli, qrup müzakirələr zamanı fəaliyyətlərini qiymətləndirmək üçün forma. Şagird ad, soyad, tarix, qrupla iş zamanı necə fəaliyyət göstərdiyi haqqında düşün və aşağıdakı işarələri işarələ. Daha sonra qrup yoldaşlarını diqqətli dinləyirəm. Fikirlərimi aydın və dəqiq ifadə edə bilirəm. Öz növbəmi gözləyirəm. Gözləyirəmmi, gözləmirəmmi? Buna görə işarə qoyacaq. Ya X ya da bu digər işarəni. Daha sonra səslənən fikirləri analiz edirəm. Fərqli fikirlərə hörmətlə yanaşırammı? Mövzuda kənara çıxmırammı? Bütün bunlara qarşısına işarə qoyulur. Daha sonra aşağıdakı nümunə 7-ci sinif deməli tarix dərsində bölmə sonunda şagirdlərə verilən aşağıdakı özünü qiymətləndirmə cədvəlidir. Azərbaycan 9-11-ci əsrlərdə ümumi siyasi vəziyyəti şərh edə bilirəmmi? Yaxşı, orta yoxsa kafi? O dövrün mühüm şəxsiyyətlərinin fəaliyyətindən oxşar və fərqli xüsusiyyətlərinə görə müqayisə edə bilirəmmi? Yaxşı mı edirəm? Orta səviyyədə mi edirəm yoxsa kafi? O dövrdə yaranan dövlətlərin xəritədə yerinə müəyyənləşdirə bilirəmmi? Hansı səviyyədə eləyirəm? Artıq biz bunu işarə eləməliyik. Artıq bu da olur özünü qiymətləndirmənin cədvəli bir növ. Yəni özünü yoxlamaq üçün. Özünü qiymətləndirmə kimi yoldaş qiymətləndirməsi də şagird yönümü qiymətləndirmənin əsas vasitələrindən biridir. Yoldaş qiymətləndirməsi şagirdlərin rəy verməsidir və məqsədi şagirdlərin öyrənmə prosesinə bir-birinə kömək etməsidir. Bu cür qiymətləndirmənin əhəmiyyəti təlimdə ona görə böyükdür ki, öz fəaliyyətlərində qiymətləndirməyə imkan verir. Bu baxımdan yoldaş qiymətləndirməsi və özünü qiymətləndirmə bir-birinə çox bağlıdır. Bəli, yoldaş qiymətləndirməsi üçün sinifdə güclü dəstəkləyici mühit olmalıdır ki, şagirdlər arasında bir-birinə inam olsun və verilən rəylər şagirdlər arasında münasibətə xələl gətirməsin. Bunun üçün də müəllim çalışmalıdır ki, şagirdlər arasında əməkdaşlıq olsun, ünsiyyət olsun, xoş, yaxşı rəftar olsun, inam olsun və verilən rəylər bir növ konstruktiv olsun. Müəllim eyni zamanda şagirdlərə düzgün rəy verməyin qaydasını da öyrətməlidir. Təkcə şagirdlər üzərinə hissəni yıxmaq olmaz. Onları başa salmaq lazımdır ki, ilk öncə necə rəy verməlisən, hansı hissələrə vurğulamalısan, konstruktiv rəyin vermə formasını, qaydasını şagirdlərə öyrətmək lazımdır. Bu cür mədəni öyrənmə mühiti olan sinifdə şagirdlər başa düşür ki, onlar təkcə öz öyrənmələri üçün deyil, yoldaşlarının öyrənməsi üçün də məsuliyyət daşıyırlar və bu məsuliyyət bir hissəsi də hörmətə əsaslanan, konstruktiv və mühakimədən uzaq rəylər verməkdir.
Yoldaş qiymətləndirməsi xüsusi olaraq layihə və qrup işlərində şagird fəaliyyətini qiymətləndirərkən böyük əhəmiyyət daşıyır. Çünki bu cür işlərdə, xüsusilə də sinifdən kənar iş zamanı müəllimin hər bir şagirdi müşahidə etmə imkanı olmur. Bu halda o şagirdlərin bir-birini qiymətləndirməsindən istifadə edə bilərlər. Gəlin aşağıdakı rubrikə baxaq. Meyarlar, razıyam, razı deyiləm. Qrup yığıncaqlarında vaxtı-vaxtında iştirak etdim. Razıyam ya da razı deyirəm, işarələyirik. Bu yoldaş qiymətləndirməsi üçün rubrikdə. Qrup müzakirəndə aktiv çıxış etdim. Razıyam və yaxud da razı deyiləm, işarələməliyik. Payına düşən işi vaxtında və tam gördü. Qrup iştirakçılarla yaxşı yola getdi. Ümumilikdə qrup üçün faydalı oldu və sair kimi meyarlar qoya bilərik. Adətən müəllimlər yoldaş qiymətləndirmə zamanı şagirdlərin bir-birinə obyektiv qiymətləndirəcəklərindən narahat olurlar. Bəli. Müəllimlər narahat olur ki, görəsən obyektiv qiymətləndirdim. Çünki ola bilər ki, digər şagird onun çox yaxın rəfiqəsi və yaxud da yaxın dostu ola bilər və yaxud da yaxın qohumu ola bilər və sırf bu naminə qiymətləndirə bilər. Amma əslində müəllim şagirdlərə başa salmalıdır ki, müəyyən meyarlar var və o meyarlara əsasən qiymətləndirmək lazımdır. Eyni zamanda şagirdlər arasında elə bir mühit yaratmalıdır ki, onlar bir-birinə inam olsun, hörmət olsun. Yəni onların dostluqlarının münasibətinə xələl gətirməmək üçün də öz fəaliyyətlərinin, münasibətlərinin yaxşı olması üçün yoldaşlarına qarşı haqsız davranmasın, dəyərləndirmə apara bilsin deyə. Belə şübhələrin qarşısını almaq üçün müəllim bu barədə şagirdlərlə danışmalı, onlarda qiymətləndirmə bacarığı formalaşdırmalı və aşağıdakı fəaliyyəti dəyərləndirmə təklif edə bilər. Yoldaşının işində, fəaliyyətində, davranışında bəyəndiyin bir şeyi qeyd et. Yoldaşının işində, fəaliyyətində, davranışında sənə maraqlı olan bir şeyi qeyd et və ona bir şey təklif et. Bu da çox maraqlıdır. Bir növ 3-2-1-ə oxşuyur. 3-2-1 refleksiya üsulundan. Bu da belə. Bu cür dəyərləndirmə şagirddən yoldaşını diqqətlə müşahidə edib fikirlərini əsaslandırmağı tələb etdiyi üçün subyektivliyin qarşısını almaqda kömək edəcək. Yəni subyektiv deyil, obyektiv olmalıdır. Çıxış bileti. Çıxış bileti dərsin bitməyinə təxminən 5 dəqiqə qalmış. Müəllim lövhəyə 1-2 refleksiya sualı yazır və şagirdlərə cavabları üçün kiçik kağız parçaları təqdim edir. Bu cür suallar dərsin müxtəlif aspektlərini, təlim nəticənin əldə olunması, öyrənmə prosesini və fəaliyyətin effektivliyini əhatə edə bilir. Məsələn, aşağıdakı suallar çıxış bileti üçün istifadə oluna bilər. Bu gün öyrəndiyin bir şeyi qeyd et. Bu gün öyrəndiklərini real həyatda necə istifadə edə bilərsən? Qrup işi ilə bağlı bəyəndiyin nə oldu? Mən bu gün ... başa düşmədim və yaxud da ... haqqında daha çox öyrənmək istəyirəm. Yəni burada sırf özün artıq neysə müəllim refleksiya sualı yazır və şagird bunu cavablandırır. Və bugünkü dərsə bağlı ağlınızda hansı sual qaldı kimi suallar verə bilərik. Şagirdlərin cavablarını kağızlara yazdıqdan sonra müəllim onu yığır, təhlil edir və təlimdə müvafiq dəyişikliklər edir. Bəli, artıq müəllim buradan bilir ki, hansı dəyişikliklər etməlidir, şagirdlərə nə aydın deyilsə onu aydınlatmaq lazımdır. Yəni bu baxımdan əhəmiyyətlidir. Və belə ümumiləşdirək. Müəllimlərə şagirdlərin keçirilmiş mövzu və ya dərsi nə dərəcədə yaxşı mənimsədiklərini qeyri-formal ölçməyə imkanı verir, şagirdlərə öyrəndiklərini refleksiya etməyə imkanı verir, şagirdlərə yeni informasiya ilə bağlı nə düşündüklərini ifadə etməyə imkan yaradır və şagirdlər tənqidi düşüncə qabiliyyətlərini tətbiq etmək imkanı yaradır. Gəlin görək bəs rubriklər nədir? Rubriklər qiymətləndirmə aparmaq üçün xüsusi meyarlı olan, bələdçi rolunu oynayan qiymətləndirmə cədvəlidir. Rubriklərin əsas məqsədi şagird fəaliyyətini qiymətləndirməkdir. Bu meyarlar adətən şagird fəaliyyətin keyfiyyətini səviyyələr üzrə təsvir edir. Rubrik 3 əsas hissədən ibarətdir. 1. Meyar, 2. Keyfiyyət səviyyəsi, 3. Meyarlara müvafiq keyfiyyət səviyyəsinin təsviri. Meyar nədir? Şagirdlərin nəyi qiymətləndirəcəyi müəyyənləşdirilir. Bu meyarlar dərsin məqsədinə uyğun olmalıdır mütləq. Bəli, mən tutaq ki, şagirdlər keçirəm ki, məsələn deyirəm, Fransa ilə İngiltərə dövlətini müqayisə etmək. Və mən şagirdə meyar olaraq qoyuram ki, şagird bu iki dövlətin müqayisəsini necə etdi, yəni edə bildimi? Artıq bu mənim meyarımdır. Düzdürmü? Yəni meyar təlim nəticəsinə uyğun olmalıdır. Mən Fransa və İngiltərənin müqayisəsinin təlim nəticəsi mövzu olaraq vereyim, amma gedim başqa bir dövlətin müqayisəsini qiymətləndirim. Bu düzgün deyil. Meyarımız düzgün olmayacaq. Buna görə də buna diqqət etmək lazımdır ki, təlim məqsədinə, yəni təlim nəticəsinə uyğun olmalıdır meyar. Yəni nəyi keçiriksə onu qiymətləndirməliyik, onu demək istəyirəm. Keyfiyyət səviyyəsi.
Burada meyarları necə və hansı səviyyədə qiymətləndirəcək öz əksini tapır. Bəli, yəni bu meyarı mən hansı keyfiyyətə görə qiymətləndirəcəm? Keyfiyyət nədir? Yəni onun hansı xüsusiyyətinə, hansı səviyyəsinə görə qiymətləndirəcəm? İndi cədvəldə daha aydın formada izah edəcəm. Meyarlara müvafiq keyfiyyət səviyyəsinin təsviri hər bir səviyyənin meyara uyğunluğu təsvir olunur, əks olunur. Yəni burada bir növ təsvir var. Nə təsviri? Meyara əsasən keyfiyyətin səviyyəsinin təsviridir. Gəlin baxaq. Baxın müəllimlər. Biraz yaxınlaşdıraq. Deməli, baxın, bu hissədə, yuxarı hissədə bu esse yazılması ilə bağlı analitik rublikdir. Onu da qeyd edirəm ki, rubliklərimiz iki cür olur: analitik və holistik. Gəlin analitika bir nəzər yetirək, daha sonra holistik haqqında danışacağıq. Meyarlar, məsələn, bizim meyarlarımız yuxarıda qeyd olunub: quruluş, məzmun, qrammatika. Keyfiyyət səviyyəsi, baxın, qeyri-kafi, kafi, yaxşı, çox yaxşı. Bu bizim keyfiyyət səviyyəmizdir. Bir də var, meyarlara müvafiq keyfiyyət səviyyəsinin təsviri. Yəni, qrammatika meyarına uyğun çox yaxşı keyfiyyət səviyyəsini burada təsvir eləyib. Necə təsvir eləyib? Yazıb ki, geniş diapazonda müxtəlif formalı mürəkkəb cümlələrini çevikliklə istifadə edir. Cümlələrin əksəriyyətində qrammatika səhvə yol vermir və s. və s. Artıq burada təsvir eləyir onu. Yəni, rubrik 3 hissədən ibarətdir: meyar, keyfiyyət və meyara əsasən keyfiyyət səviyyəsinin təsviri. Bunu məncə çox yaxşı formada başa düşdük. Aha. Gəlin baxaq. Məsələn, qeyri-kafidə nə yazıb? Məntiqi ardıcılıq və ya mövzu cümləsi yoxdur. Bağlayıcılardan limitli sayda istifadə edir. Bir çox hallarda istifadə etdiyi bağlayıcılar və ideyalar arasında məntiqi əlaqə yaratmır. Aha, qeyri-kafi. Bu quruluşa aiddir. Məsələn, digər meyarımız var, məzmun meyarı. Mövzu haqqında çox az məlumat verir, öz fikirlərini qeyd etmir, limitli sayda sözlərdən istifadə edir. Bu da məzmun keyfiyyətinin, məzmun meyarının keyfiyyət səviyyəsinin təsviridir. Amma məsələn, qeyri-kafi, kafi, yaxşı və çox yaxşı. Məsələn, əgər siz müəllimlər bilirsiniz ki, şagirdlərin məktəbli kitabçasında da biz orada məsələn qiymət, əvvəl məsələn ənənəvidə nə idi? Qiymət yazırdılar. 4, 5, 3, düzdürmü? Amma indi biz həmin o qiyməti bir növ meyarı orada qeyd edirik. Yəni, məsələn, şagird Fransa və İngiltərə dövlətinin müqayisəsini sərbəst şəkildə özü həll edə bilir. Və yaxud da sərbəst şəkildə özü müqayisə edə bilir. Amma bir də var, məsələn, tutaq ki, yazsın ki, şagird Fransa və İngiltərə. Bəli, müəllimlər, üzrlü sayın, gələn olur deyə videonu yarıda saxlamalı oldum, davam edək. Deməli, belə bir nümunə gətirəcəkdim ki, siz bilirsiniz ki, müəllimlər, bu qeyri-kafi, kafi, yaxşı, çox yaxşı, bunlar nədir? Keyfiyyət səviyyəsi, düzdürmü? Və biz, siz bilirsiniz ki, şagirdin müəllim məktəbli kitabçasında, məsələn, ənənəvi təlimdə, ənənəvi təhsildə necə idi? Qiymət yazırdı, rəqəm formasında yazılırdı, düzdürmü? 3, 4, 5. Amma indi biz 3, 4, 5 rəqəm formasında qiymət yazmırıq. Biz orada məsələn, 4 səviyyə var, indi onlarda danışacağım. 4 səviyyə üzrə şagirdi orada təsvir edirik fəaliyyətini. Məsələn, deyirəm ki, tutaq ki, şagird İngiltərə və Fransa mövzusunun müqayisə olunması məsələsi. İngiltərə və Fransa dövlətlərini müqayisə etmək meyarımız, məsələn, təlim nəticəmiz budur və burada qiymətləndirmə meyarımızda belə ki, müqayisə olunması lazımdır. Və şagirdi qiymətləndirərkən, məsələn, 4 səviyyə üzrə var. Məsələn, deyirəm ki, şagird Fransa və İngiltərə mövzusunu sərbəst şəkildə müqayisə edə bilir. Aha, bu özü 5 deməkdir. Və yaxud da deyirəm ki, qismən müqayisə edə bilir, 4 deməkdir. Və yaxud da deyirəm ki, müəllimin köməyi ilə edir və ən axırıncısı müqayisə etməyə cəhd göstərmir və yaxud da edə bilmir. Artıq bu ən aşağı səviyyədir, düzdürmü? Yəni, burada artıq bir növ bu qeyri-kafi, kafi, yaxşı, çox yaxşı bu deməkdir. Növbəti dəfə, deməli, dəqiqə müəllimlər. Deməli, bu fəaliyyət həm şagirdin bilik və bacarıqları, həm də onların davranışlarına aiddir. Rubriklərdən təkcə müəllim qiymətləndirməsi deyil, eyni zamanda, bəli,
şagird özünü qiymətləndirmə zamanı istifadə edə bilər və yoldaş qiymətləndirməsində də istifadə etmək olar. Rubriklərlə qiymətləndirmənin üstünlüyü ondadır ki, müəllim vaxta qənaət edir, şagirdlər vaxtında və lazımi rəy verir. Bəli, bir növ rubriklərdən istifadə həm müəllimin vaxtına qənaət, yəni vaxtın daha səmərəli, daha qənaətlə istifadə etməsinə şərait yaradır. Hədlə artıq rəyi verə bilir də, yəni şagirdlər vaxtında və lazımi rəyi verir. O, həmçinin təlim prosesində bərabərlik və ədalətlilik gətirir. Rubriklərə qiymətləndirmə həm şagirdlərdə tənqidi düşüncə bacarıqlarını inkişaf etdirir, həm çünki rubriklər qiymətləndirmə meyarlarını şagirdə öncədən təqdim etdiyi üçün şagirdlər öz fəaliyyətlərini bu meyarlarla müqayisə edə bilər və təkrarlanan problemlərə və davamlı inkişafı müşahidə edə bilirlər. Layihə işində qiymətləndirərkən rubriklərin əhəmiyyətli xüsusi olaraq ön plana çıxır. Az öncə qeyd eləmişdim ki, rubriklər iki hissəyə bölünür. Analitik və holistik rubriklər. Gəlin hər birini ayrı-ayrılıqda təhlil edək. Analitik rubrik bir fəaliyyəti hər bir meyara görə ayrı-ayrı qiymətləndirir. Bu nə deməkdir? Yəni biz bir fəaliyyəti bir meyara, hər bir meyarına görə ayrı-ayrı qiymətləndiririk. Ayrı-ayrı varsa, bu analitikdir. Məsələn, cədvəl 6-ya baxaq. Riyaziyyat fənni üzrə məsələ həll etmə bacarığının qiymətləndirilən analitik rubrik. Meyarlar və kəmiyyət səviyyəsi 1, 2, 3, 4. Məsələn, birinciyə baxaq. Riyazi məsələnin misalı düzgün həll edə bilirmi? Misalı həll yolunu bilirmi? Və yazdığı həll üsulunu necə izah edir? Birincidə verib ki, riyazi məsələnin və misalın həllinə cəhd göstərmir. Bəli, mən sizə az öncə də qeyd elədim. Fransa və İngiltərənin dövlətlərini müqayisə etməsinə cəhd göstərmir. Birinci səviyyə. İkinci, riyazi məsələnin həllinə cəhd göstərir, müəyyən bir yerə qədər gəlir, lakin düzgün cavab sata bilmir. İkinci səviyyədə düzgün cavabı tapa bilir, riyazi məsələnin həllinə kiçik səhvələrə yol verir. Üçüncü, düzgün cavabı tapa bilir, riyazi məsələnin səhvsiz həll edir, yəni sərbəst şəkildə həll edir və səhvsiz həll edir. Bu oldu dördüncü. Yəni 3-4-cü səviyyə ən yüksək, yaxşı səviyyələrdə, 4-cü səviyyə ən yüksək səviyyədə, ən aşağı səviyyədə birinci səviyyədir. Baxın müəllimlər, burada görürsünüzmü? 3 dənə meyar var. Riyazi məsələni düzgün həll edə bilmək, riyazi misalın həll yollarını bilmək və yazdığı həll üsulunu necə izah edir. Bax, bu hər bir 3 meyarı ayrı-ayrılıqda fəaliyyətini qiymətləndirir. Görürsünüzmü? Məsələn, riyazi məsələni düzgün həll edə bilirmi? 4-cü səviyyədə verib, 3-cü səviyyədə verib, 2-ci səviyyədə verib. Riyazi məsələnin həll yolunu bilirmi? Hər bir 4-cü səviyyəsinin fəaliyyətini ayrı-ayrı qiymətləndirib, 3-cünü ayrı-ayrı qiymətləndirib, 2-cini ayrı-ayrı qiymətləndirib. Adı bu nə oldu? Bu oldu analitik rubrik. Daha sonra əməkdaşlıq bacarığının qiymətləndirilməsi üçün aşağıdakı nümunə kimi verilmiş analitik rubrikdən istifadə edə bilərsiniz. Baxın, aşağıda nə verib? Deməli, nümunəvi, qənaətbəxş, kafi və qeyri-kafi. Deməli, burada verib məhsullar işləmək, hörmət nümayiş etmə, kompromisə girmək, güzəştə getmək, məsuliyyətin bölüşdürülməsi, hər kəsin cəlb olunması. Görürsünüz müəllimlər, baxın, hər biri haqqında ayrı-ayrılıqda meyara əsasən qiymətləndirib fəaliyyətini. Bu oldu analitik rubrik. Sinif fəaliyyətləri üçün adətən analitik rubrik, yəni hər bir kriteriya ayrı-ayrılıqda baxmaq daha əlverişli sayılır. Çünki şagirdlər fəaliyyətlərin hansı aspektlərinə, hansı diqqəti ayırmalı olduqlarını daha yaxşı öyrənirlər. Yəni bir növ daha çox informasiya alırlar. Holistik rubrik isə bütün meyarlar eyni anda tətbiq edərək iş ümumi bir mühakimə əsasında qiymətləndirir. Bəli, ayrı-ayrı analitikdir. Məsələn, ayrı-ayrı sözündən A, analitik, ayrı-ayrı A. Belə yadınızda saxlayın. Holistik isə ümumi sözündən yadınızda saxlayın. Holistik, ümumi bir mühakimə əsasında qiymətləndirir. Yəni, bütün meyarlar eyni anda tətbiq olunaraq qiymətləndirilir. Məsələn, təsəvvür eləyək ki, tarix dərsində şagirdlərə intibah dövrü haqqında təqdimat hazırlamaq tapşırılır. Müəllim şagirdlərə təqdimatla bağlı onlardan olan gözləntilərini aşağıdakı holistik rubrik vasitəsilə çatdıra bilər. Bu rubrik ona görə holistikdir ki, bir neçə meyar birlikdə nəzərə alaraq şagirdə qiymətləndirmə şkalası təqdim edir. Gəlin baxaq. Məsələn, qiymətləndirmə 1, 2, 3, 4 verib və intibah dövrü haqqında təqdimatı qiymətləndirən holistik rubrik. Meyarlara müvafiq keyfiyyət səviyyələrinin təsviri. Məsələn, 4-cü səviyyə qeyd edilib ki, bu dövrün bütün açar ideyalarını elmi texnik yeniliklər araşdırır və təqdim edir və bu dövrün dünya tarixinin yerində
tarixindəki yerini əsaslandırır. Aha, üçüncü. Bu dövrün bir çox açar ideyalarını, elmi texnik yenilikləri araşdırır, lakin təqdim etmədə çətinlik çəkir və bu dövrün dünya tarixində yerini qismən əsaslandırır. Aha. Bu dövrün elmi ikiyə baxaq. Bu dövrün elmi texnik yeniliklərini araşdırır, lakin açar ideyalarını müəyyənləşdirməkdə və təqdim etməkdə çətinlik çəkir və bu dövrün dünya tarixindəki yerini tam əsaslandıra bilmir. Bir də təqdimat üçün heç bir cəhd göstərmir. Baxın mənlər, bu nə oldu? Bu oldu ümumi şəkildə. Bayaqları, baxın mənlər, bayaq gördünüz burada. Hər biri ayrı aralıqda, bir növ elə bil, hər bir meyarı ayrı-ayrılıqda izah edirdi. Burada isə ümumi şəkildə bunu izah edir. Bu da olur holistik rublikimiz. Bundan başqa rubliklər ümumi və tapşırığa əsaslanan xüsusiyyətə görə də ayıra bilərik. Bəli, ümumi və tapşırığa əsaslanan. Ümumi olaraq müxtəlif növ tapşırıqlara aid edilə bilər və bu tapşırığın öyrənmə məqsədləri də eyni olur. Ümumi rubliklər, yəni biz bir neçə deməli tapşırığa tətbiq edə bilərik, istifadə edə bilərik. Məsələn, esse yazmaq və riyazi məsələlərin həlli, qrup işlərindəki fəaliyyət və essenin mövzusuna asılı olmayaraq hazırladığımız rubrik bütün esselər üçün dəyişməz olacaq, qalacaq. Ümumi rubriklərin üstünlüyü ondadır ki, onlardan təkrar yazmağa ehtiyac yoxdur və onlardan daha çox istifadə etmək imkanı var ümumi rubriklərdən. Amma bir də var sırf tapşırığa əsaslanan rubriklər. Adından da göründüyü kimi, yəni spesifik tapşırıqlar, fəaliyyətlər üçündür. Yəni bundan hər bir tapşırıqda istifadə edə bilməzsən. Birinci rubrik, ümumi, ikinci rubrik isə tapşırığa əsaslanan rubriklərdir. Çünki birinci rubrikdə şagirdlərin qiymətləndirməsi ümumi riyazi tapşırıqlara əsasən, ikincidə isə müvafiq tapşırığa ayrılmış meyarlara əsasən aparılmışdır. Rubriklər hazırlayarkən birinci məsələ rubrikin qiymətləndirdiyi tapşırıq və fəaliyyət üçün meyarların müəyyənləşdirməsidir. Yəni, müəllim şagirdlərdən nə gözləyir, onların fəaliyyətə nəyə diqqət yetirir? Rubriklərdə müəllim nəyə diqqət yetirəcəyi meyarlar şəklində yazılır, təsvir olunur və şagirdlər üçün əldə etməli olduqları məqsədlərə çevrilir. Ona görə də meyarlar tapşırığın və ya şagird fəaliyyətinin ən vacib aspektlərini əhatə etməlidir. Rubrik meyarların seçilməsi üçün də bəzi meyarlar var. Məsələn, rubrik meyarları tapşırığın özünün aspektləri ilə bağlı deyil, təlim nəticələri ilə əlaqədar olmalıdır. Bəli, bizim meyarımız, yəni şagirddən gözlədiyimiz həmin o məqsədə çatmaq üçün. Yəni, biz bütün bunları məqsədə çatmaq üçün hazırlayırıq, düzdürmü? Bizim məqsədimiz nədir? Təlim nəticəsini reallaşdırmaq, alt standartı reallaşdırmaq. Buna görə də biz öz qiymətləndirməmizdə də həmin təlim nəticəsindən çıxartmalıyıq, yəni onu qeyd eləməliyik. Bundan başqa rubrik meyarları izah və müşahidə oluna bilən olmalıdır. Həmçinin bir-biri ilə əlaqəli olsa da fərqli olmalıdır. Nəhayət rubrik meyarları ölçülə bilən olmalı ki, keyfiyyəti aşağı və yuxarı olaraq ölçmək mümkün olsun. Beləliklə, rubrik tərtib edərkən müəllim özünə şagirdin işinin hansı xüsusiyyətini onun öyrəndiyini sübut edir. Sualını verməlidir. Əks əlaqənin qurulması, effektiv rəyin verilməsi. Formativ qiymətləndirmə zamanı vacib məqamlardan biri də şagirdlərə verilən rəydir. Şagird necə fəaliyyət göstərib, şagird daha yaxşı necə fəaliyyət göstərəcək. Bütün bunları cəmlədikdə bizim əks əlaqəmiz yaranır. Bəli, yəni şagird necə fəaliyyət göstərib, bunu necə edib və bunu, məsələn, səhv edibsə, müəyyən səhvliyi varsa, çətinliyi varsa, bunu necə aradan qaldıra bilərik, daha yaxşı necə edərik, bütün bunları əks əlaqədə özünü cəmləşdirmişdir. Nəzərdə saxlayaq ki, formativ qiymətləndirmə öyrənmə prosesinin əsasını təşkil etməklə şagirdi irəliyə aparan, yəni olduğu yerdən olmalı olduğu inkişafa doğru aparan qiymətləndirməmizdir və ona kömək edən bir prosesdir. Bu prosesin uğurlu olmasını şərtləndirən əsas amil isə şagirdlərlə effektiv əks əlaqənin qurulması, yəni rəyin verilməsidir. Əks əlaqə məsləhət vermək, tərifləmək və ya qiymət vermək deyil. Əks əlaqə şagirdə məqsədə çatmaq üçün gördüyü işin gedişatı və etdiyi cəhdlər arasında olan iki tərəfli informasiya mübadiləsidir. Nəinki şagirdlər, ümumiyyətlə hər bir insan yeni bilik və bacarıq öyrənən zaman mütləq işlərin necə getdiyini, nəyi düz edib etmədiyi barədə informasiya almaq istəyir. Bəli, hər birimiz elə bir şey yerinə yetirərkən və yaxud da adi bir yemək bişirirsən ya da nə bilim nəsə düzəldirsən, sən rəy alıb nəyi düz edib etmədiyini bilmək istəyirsən ki, onu mükəmməl formada yerinə yetirəsən, yəni düzgün yerinə yetirəsən, düzdürmü? İnsanlar arasında adi bizim ailə həyatımızda da nəsə bilmədiyimiz bir şey ya yaxud da bir şey edirik, ilk dəfə edirik və digərlərini rəy alırıq ki, bunu necə etdim, düz etdim mi, yəni daha nə etməliyəm,
hansı səhvlərim var idi. Yəni bütün bunlara qarşıdakı insan da əgər bunu bilirsə, təcrübəli bilirsə, sənə məsləhət verir ki, burada bunu əlavə eləməliydin və yaxud da bunu buradan çıxarmalıydın və s. Aha. Əks əlaqə şagirdə məqsədə çatmaq üçün gördüyü işin gedişatı və etdiyi cəhdlər arasında onun iki tərəfli informasiya mübadiləsidir. Bunu qeyd elədik. Verilən rəylər keçmişə deyil, nəyə necə etməli olduğunu ehtiva edərək gələcəyə yönəlik olmalıdır. Başqa sözlə desək, şagirdlərə rəyin verilməsi onlarda təkcə nəyə səhv etdiklərini bildirməkdən deyil, həmçinin də dialoqun elə qurulmasıdır ki, yəni şagird gələcək fəaliyyətə müsbət təsir göstərməli. Yəni təkcə səhvini bildirmirsən. Eyni zamanda o səhvi aradan qaldırmaq necə etmək olar? Yəni necə aradan qaldırmaq olar? Bunu da şagirdə izah etsən. Baxın müəllimlər, burada nümunədə verilib cədvələ bir dənə nəzər yetirək. Keçmişə yönəlirək. Elastiklik qüvvəsinə aid verilmiş tapşırıqların çoxunu səhv etmirsən. Gərək diqqətli işləyərdin. Amma gələcəyə yönəlirəyə baxaq. Elastiklik qüvvəsinə aid tapşırıqların 4-ünü düz həll etmirsən. Bu yaxşıdır. Səhv elədiklərini isə düsturdan diqqətlə istifadə etməklə yenidən həll et. Artıq nə elədi? Səhvini də dedi. Və həmçinin səhvini necə aradan qaldırmağı da onu da dedi ki, düsturdan istifadə et, həll et, düzələcək. Gördünüzmü müəllimlər? Eyni zamanda deməli, rəy digər nümunə, ikinci nümunəyə baxaq. Emosiyalara yönəlik var, bir də idraki fəaliyyətə yönəlik var. Emosiyalara yönəlik bir növ şəxsin özünə yönəlikdir. Afərin, sən çox ağıllısan, ona görə tapşırıq rahatlığı edirsən, sən dahisən, sən mükəmməlsən. Amma idraki fəaliyyətə yönəlik tapşırıq zamanı anlayışları düzgün təhlil etməyini yüksək dəyərləndirirəm. Aha, burada nəyi dəyərləndirdim? Anlayışları düzgün təhlil etməyini, idraki fəaliyyət. Yəni müəllimlər, yadınızda saxlayın ki, keçmişə yönəlik və emosiyalara yönəlik olmamalıdır rəyimiz. Şagirdin hazırki vəziyyət fəaliyyəti, rəyin getdiyi yollara baxaq. Daha sonra rəyin təsir məqsədi, şagirdin gələcək nailiyyəti, müəllim-şagird dialoqu, rəy, şagirdin hazırki fəaliyyəti. Şəkildən də göründüyü kimi, müəllim-şagird dialoqu zamanı verilən rəy şagirdin hazırki vəziyyətinə uyğundur və onu gələcək nailiyyətə yönəlib. Yəni, rəyin məqsədi məhz şagirdə qoyulmuş hədəfə çatmaqdır. Yəni, olduğu yerdən olmalı olduğu yerə aparmaq. Rəy effektiv edən xüsusiyyətlər aşağıdakilərdir. Mümkün qədər spesifik olmaq. Yəni, spesifik dedikdə ümumi deyil, dəqiq, aydın, dəqiq vermək lazımdır rəyə. Aydın, yəni şagird anlasın ki, müəllim nə deyir buna, hansı yerdə səhv eləyib, hansı hissəni aydın formada başa düşməlidir. Yəni, şagirdə rəyi ümumi şəkildə bildirmək lazımdır. Məsələn, əhsən, yaxşı işləmirsən kimi rəy konkret olaraq nəyi doğru etdiyini göstərmir. Nəyi yaxşı işləyib, biz axı bilmirik. Eyni ilə hələ ki lazımı səviyyədə deyilsən. Hansı hissədə lazımı səviyyədə deyiləm? Bunu müəllim deməlidir axı şagirdə. Yəni, konkret nəyi düz etmədiyini və lazımı səviyyəyə çatmaq üçün nə etməli olduğunu demir. Buna görə də tədqiqatçılar bildirir ki, şagirdə rəy verərkən onun nəyi dərk etdiyini və nəyin üzərində işləyib inkişaf etdirməli olduğunu dəqiq bildirmək lazımdır. İnkişafa çatmaq üçün nəyi əvvəlkindən fərqli şəkildə etdiyini də vurğulamamız üçün faydalı olur. Bundan başqa sonuncu dəfə rəy verdiyiniz müddətdən bu vaxta qədər şagirdə hansı dəyişikliklər və inkişafın olduğunu da nəzərə çatdırmaq lazımdır. Mümkün qədər rəyi vaxtında vermək. Bəli, müəllim şagirdlər müşahidə etdiyi və çatdırmalı olduğu bir məsələ ona günlər, aylar sonra yox, məhz həmin anda verilməlidir. Düzdür, bəzən heç də həmişə gördüyümüz həmin dəqiqə çatdırmağımız mümkün olmaya bilər, amma bununla belə nə qədər tez verilirsə, o qədər effektiv olur. Məsələn, tutaq ki, şagird bu məsələn yaxşı, düzgün düsturdan istifadə edib, amma mən növbəti dərsdə deyirəm ki, Zəhra, sən keçən dərsdə istifadə elədiyin düstur çox düzgün yoldan istifadə edirdin. Amma bir də var deyəm ki, Zəhrə həmin anda deyəm, Zəhra, bu istifadə etdiyin strategiya çox düzgün strategiyadır. Afərin. Artıq nə oldu? Şagirdən məqamında cavab verdim, məqamında rəy verdim. Şagirdin nailiyyətini təlim məqsədləri baxımından dəyərləndirmək. Bəli, şagirdin nailiyyətini təlim məqsədi, yəni şagirdə verilən rəy onların əldə etmək istədiyi xüsusi bir nailiyyət barəsində olduğu daha effektiv xarakter alır. Yəni, bu rəy şagirdlərə son məqsədə çatmaq üçün nə etməli olduqlarını aydın şəkildə bildirməlidirlər.
Başqa sözlə desək, verilən rəy şagirdə qoyulmuş məqsədə doğru aparmalıdır. Yəni, biz məqsədə çatmaq üçün bu fəaliyyətləri edirik, düzdürmü müəllimlər? Yəni, ona görə də bizim əsas məqsədimiz də elə təlim nəticəsinə çatmaq üçün yerinə yetirməkdir. Rəyi də verərkən təlim məqsədləri baxımından dəyərləndirmək lazımdır. Rəyi şagirdlərə həssaslığa çatdırmaq, rəyin şagirdə necə verilməsi və şagird tərəfindən necə qəbul olunması ona təsir edir. Ona görə də müsbət yanaşma ilə başlamaq, pozitiv istiqamətli olması vacibdir və hər bir şagirdin gördüyü işdə sayı az olsa da mütləq şəkildə müsbət məqamlar var və həmin məqamları ilk öncə qeyd eləməliyik. Daha sonra müsbət rəy şagirdin yaxşı fəaliyyətini vurğulamaq, daha sonra öyrənməyə həvəs yaradır, özünə inamını yüksəldir, müəyyən qədər emosional təsir daşıyır. Və şagird yalnız problemli tərəfini ona çatdırmaq, onun özünə inamını, özünə qiymətləndirməsi kəskin şəkildə aşağı salacaq. Bəli, bir növ onu pis tərəfini deyək, səhvlərini deyək və o ruhdan düşsün, pis olsun. Amma bir də var ilk öncə pozitiv şəkildə onun yaxşı tərəflərini, müsbət tərəflərini deyək. Daha sonra o elədiyi səhvləri vurğulayıb, onu necə aradan qaldırmaq lazımdır, tez onu demək lazımdır. Rəy verməkdə məqsəd şagirdin inkişafa nail olmaqdır. Ona görə də, yəni məlum məsələdir ki, biz rəy verərkən şagirdin inkişafa aparmaq üçün veririk. Ona, necə deyim, ruhdan düşüb, özünə qapanmaq üçün vermirik o rəyi. Ona görə müəllim bütün bunlara diqqət etməlidir. İnkişaf isə müsbət bir xüsusiyyətdir və müəllimin qiymətləndirmədə də, rəy verməkdə də məqsədi şagirddə inkişafı nail olmaqdır. İnkişaf isə müsbət bir xüsusiyyətdir. Ona görə də hətta şagird bu günə qədərki fəaliyyəti yalnız səhvlərdən ibarət olsa belə mütləq daim inkişafını vurğulamalıyıq. Neqativ rəylər bəlkə də gələcəkdə edəcəyimiz müsbət rəylərdə təsir gücünü artıq indidən azalda bilər. Buna görə də rəy verərkən həssas və konstruktiv olmalıdır. Konstruktiv qeyd etdiyim kimi əvvəl müsbət tərəfini deyirik, daha sonra etdiyi səhvləri vurğulayaraq, lakin necə aradan qaldırmaq lazımdır, onu qeyd edirik. Bəzən deyir ki, müsbət məzmunu və niyyəti olan rəy şagirdə yanlış formada çatdırıla bilər və onun motivasiyasına mənfi təsir göstərə bilər. Tədqiqatlara görə iki situasiya vardır ki, burada verilən rəy şagirdə əks təsirə səbəb ola bilər. Birincisi, şagirdin monitoringi çox ciddi şəkildə aparıldığını, yəni müəllimin daim ona nəzarət etdiyini və onun üzərindəki kontrolunu yaxından hiss etməsidir. Bu halda şagird həyəcanlanır, yavaş-yavaş öyrənmə prosesindən uzaqlaşır. İkinci hal isə rəy verilərkən şagird bunu sinifdəki rəqabət kimi anlamasıdır. Bəzi hallarda şagirdlərə verilən rəy onlar arasında rəqabət yarada bilər. Məsələn, sən də Əhməd kimi üsuldan istifadə etsəydin, nəticən yaxşı olardı. Müəllimlər, mən sizə demişdim ki, nəinki təkcə şagirddə, adi həyatımızda da heç vaxt heç kimi bir-birilə müqayisə etməyin. Müqayisə edib rəqabət yaratmayın. Yəni, rəqabət yaratan mühit doğru mühit deyil. Sən də Əhməd kimi bu üsuldan istifadə etsəydin, nəticədən yaxşı olardı. Onda bir növ Əhmədə qarşı nifrət hissi, qıcıqlıq hissi yaranacaq. Yəni, Əhmədə qarşı qıcıq və ikrah hissi oyana bilər. Belə rəydən sonra həmin şagird öyrənmə prosesinə qoşulub inkişaf edə bilməyəcək. Belə halın baş verməməsi üçün müəllim mümkün qədər ehtiyatlı olmalıdır. Şagirdlərə verilən rəylər onların bir-biri ilə deyil, özlərinin əvvəlki vəziyyəti ilə müqayisə etməlidir. Bəli, mən sizə bunu demişdim ki, şagirdi özünün əvvəlki vəziyyəti ilə müqayisə edin, başqa şagirdlərlə müqayisə etməyin. Keçən dərsimizdən fərqli olaraq artıq anlayışlar arasında əlaqə qurmaqla fikirlərini əsaslandırmış şəkildə izah edə bilirsən. Nümunə, şagirdi başqası ilə deyil, özünün əvvəlki vəziyyəti ilə müqayisə etmiş olur. Bununla da şagird özünü başqası ilə müqayisə etmək hissindən uzaq olacaq və özünün öyrənməsinə köklənəcək. Əks halda şuuraltı olaraq davamlı şəkildə şagirdlər özlərini başqası ilə müqayisə edəcəklər ki, bu da onları yanlış keyfiyyət formalaşdıraraq onlar üçün gələcəkdə problem yaradacaq. Rəy zamanı aşağıdakı ifadələrdən istifadə etmək olar. Tapşırıqlar üzərində yorulmadan çalışmağın xoşuma gəlir. Mən görürəm ki, tapşırığın həllində bu üsuldan istifadə etmirsən. Mənə maraqlıdır, bu məqamda bu üsuldan istifadə etməyin səbəbi nədir? Əgər bu tapşırıq üçün digər bir üsuldan istifadə etsəydin, nəticədən gözlədiyin kimi olardımı? Və beləliklə, hər bir müəllim şagirdə müsbət, dəstəkləyici, konstruktiv və həmin şagirdə nəzərə alan rəy verməlidir. Rəy yalnız müəllim tərəfindən verilmir, şagirdlər özləri də bir-birinə rəy verə bilərlər. Bunun üçün onlar konstruktiv, yəni bir-birinin inkişafına yönəlmiş, emosional cəhətdən həssas və daha çox müsbət tərəflərə köklənmiş rəy verməyə bacarmalıdırlar. Bəli, müəllimlər, biz şagirdlərə konstruktiv rəyin düzgün qaydada verilməsini öyrətməliyik. Yəni, emosiyalarına, öz hisslərinə, öz dostudur deyə yox. Ona həm müsbət tərəflərinə köklənməlidir ilk olaraq rəy verərkən, yəni onun müsbət tərəflərinə köklənməlidir, göstərdiyi fəaliyyətindəki uğurları qeyd eləməlidir.
Daha sonra digər uğursuzluqları necə aradan qaldıra bilər, bunu başa salmalıyıq. Rəyvermə elə bir həyati bacarıqdır ki, hər bir şəxs gündəlik həyatında istifadə edir. Xüsusən valideynlərin bu prosesdə ehtiyatlı olmaları lazımdır. Günümüzdə öz övladını başqa uşaqlarla davamlı olaraq müqayisə edərək, onların həyata baxışını və psixologiyasını zədələdən valideyn sayı azlıq təşkil etmir. Bəli, o qədər var ki, valideynlər şagirdlərinə, daha doğrusu üzr istəyirəm müəllimlər, öz övladlarını digər uşaqlarla müqayisə edirlər və şagirdlərdə də digərlərinə qarşı bir növ nifrət, qıcıqlıq, ikrah hissi yaranır. Bunu övladlarımıza etməyək. Gəlin şagird qiymətləndirməsində portfolio metodundan danışaq. Sonuncu hissəmizdir. Portfolio metodu şagirdlərin təlim nəticəsindən əsaslanan əldə etdiyi bilik və bacarıqların fiziki və psixoloji sağlamlığının göstəricilərindən ibarət topludur. Burada kurikulum standartlarına əsasən çıxarılan, təlim nəticəsinə uyğun olan istənilən qiymətləndirmə nəticələrini yerləşdirmək olar. Şifahi, yazılı, test, açıq və kapalı suallar, diaqram, şəkillər, video və audio yazılar. Bu metoddan istifadə şagirdin bilik və bacarıq və nailiyyətlərinin inkişafını əyani olaraq müşahidə etməyə imkan verir. Valideynlər məktəb direktoru və digərlərlə müzakirə zamanı əyani dəlil kimi istifadə oluna bilər. Bundan əlavə, şagird özü vaxtaşırı portfolio ilə tanış olaraq özünü qiymətləndirir və zəif tərəflərini aşkar edərək hansı istiqamətdə inkişaf etməli olduğunu daha yaxşı dərk edir. Portfolio akademik ilin əvvəlində hazırlanır və bunun ilin sonuna qədər davam etdirmək lazımdır. Bəs portfolioda hansı sənədlər toplanmalıdır? Təlim nəticəsindən asılı olaraq öyrənmə prosesinin baş tutduğu və bilin təcrübəsi olaraq tətbiq olunduğu istənilən yerdə aparılan qiymətləndirmə nəticələrini portfolioya toplamaq mümkündür. Sinif otağında, laboratoriyada, muzeydə, zooparkda və digərləri. Burada müəllim və ya digər mütəxəssislər, psixoloq, həkim də ola bilər, tərəfindən aparılan qiymətləndirmənin həmçinin özünü və qarşılıqlı qiymətləndirmə nəticələri əlavə etmək olar. Portfolioda toplanmış sənədlər müəllimlər, şagirdlər və valideynlər tərəfindən analiz edilir. Bu, şagirdlərə öz problemlərini görmək və bunları müəllimin fasilitatorluğu və köməyi ilə aradan qaldırmaq imkanı verir. Həmçinin valideynə övladının təlim nailiyyətləri haqqında ətraflı məlumat almağa şərait yaradır. Sizə səmərəli portfolio necə hazırlanmalıdır? 5 əsas amili var burada. Təlim nəticələrinə əsasən nailiyyətlərin dəlillərinin toplanması, refleksiya, portfolionun portfolio qiymətləndirməsi şagird və valideynin rolu, portfolio qiymətləndirməsinin tətbiqi ilə bağlı bəzi çətinliklər. Təlim nəticələrinin əsasən nailiyyətin dəlillərinin toplanması nə deməkdir? Təlim nəticələrinin əsasən nailiyyət dəlilləri dedikdə, təlim nəticəsi əsasən şagirdlərin əldə etdiyi biliklərin qiymətləndirməsi zamanı toplanan materiallar nəzərdə tutulur. Yəni, bu materiallar seçilmiş qiymətləndirmə strategiyasından asılı olaraq istənilən formada ola bilər. Məsələn, esse, tədqiqat layihələrinin yazılı hesabatı, video material, audio, şəkil, testlər. Portfolioda toplanan sənədlərin həcmi nə çox böyük, nə də çox kiçik olmalıdır. Çox məlumat artıq yığılmasına səbəb olur və bir çox hallarda yalnız portfolio yığan şəxs bu sənədlərdən baş çıxara bilir. Az məlumat isə şagirdin nailiyyətləri haqqında kifayət qədər yararlı olmaya bilər, kifayət qədər məlumat vermir artıq. Adətən portfolio qovluğunda çap olunmuş şəkildə toplanır, lakin son zamanlarda e-portfolionun yaradılmasına üstünlük verilir. Bu zaman daha az material çap olunur və resurslardan istifadə minimuma enir. Eyni zamanda sənədlər də yer tutmur. Refleksiya öyrənmə prosesinin vacib məqamlarından biridir. Məhz bu zaman dərin öyrənmə prosesi baş tutur. Ona görə də şagird öz portfoliosunun istifadəsində sərbəst olmalıdır. Şagird müəllimlə birlikdə sənədləri analiz etməli və nəticə çıxarmalıdır. Bu prosesdə müəllimin rolu çox əhəmiyyətlidir. Belə ki, şagird düzgün seçib etməməsini yoxlayan məhz müəllimdir. Burada açar məqam müəllimin düzgün yolu şagirdə birbaşa göstərməsi deyil. Şagirdin düzgün yolu tapması üçün ona kömək etməsidir. Fasilitator olmalıdır müəllim bir növ. Bunun üçün də müəllim yönəlici suallarla şagirdə müraciət edə bilər. Bu tapşırıqla nəyi bəyənirsən? Səncə nəyi yaxşı etmisən? Bu tapşırığın həll edilməsinin çətinliyi oldu mu? Göstərə bilərsən sən bu çətinliyi necə aşdın? Yerinə yetirdiyin tapşırıqda razı olmadığın məqamlar da var. Nəyi inkişaf etdirmək istərdin və s. kimi. Refleksiya eyni zamanda valideynlərlə birlikdə aparıla bilər. Bu zaman valideynlər mövcud problemlərdən xəbərdar olur və onlar həll olunmasından şagirdə əvəzolunmaz yardım göstərə bilər.
Portfolionun qiymətləndirməsinə gəldikdə, şagird portfolio üçün material təqdim edərkən müəllim ilk növbədə qiymətləndirmə aparmalı və konstruktiv rəy verməlidir. Bunun üçün müəllim qiymətləndirmə meyarlarının olması vacibdir. Portfolionun qiymətləndirmə meyarı seçilən qiymətləndirmə dəlillərinə əsasən müəyyənləşdirilir. Meyarlar və verilən rəy şagirdin güclü və zəif tərəflərini əks etdirməli, inkişafa ehtiyac olan məqamları göstərməlidir. Portfolionun yaradılmasında və təhlilində şagird və valideynlərin rolu. Portfoliodan istifadənin səmərəli və uğurlu olması üçün şagirdlərin iştirakı çox vacibdir. Buna görə də valideynlər və şagirdlər portfolio üçün materialların toplanmasına və qiymətləndirməsinə aktiv cəlb olunmalıdırlar. Müəllimlər şagirdlərə portfolio yığılacaq materialların siyahısını verə bilər. Bununla şagirdlər bu materialları akademik il boyu toplayaraq portfolioya daxil olurlar. Bəzi hallarda müəllimin nəzarəti altında materialların seçimini şagirdə həvalə etmək olar. Bu şagirddə məsuliyyət hissi yaradır. Bəli, bir şey şagirdin öz seçiminə buraxırıqsa müəllimlər, yadınızda saxlayın ki, onlarda bir növ məsuliyyət hissi yaratmış oluruq. Portfolionun qiymətləndirməsi zamanı şagird əvvəlcə ondan gözlənilən refleksiyanı və ya özünü qiymətləndirmənin necə ifadə olunmasına çətinlik çəkə bilər. Bunun üçün müəllim refleksiya və özünü qiymətləndirmə aparılması barədə şagirdə təlimat verməlidir. Valideynlərin davamlı olaraq bu prosesə cəlb edilməsi onların şagirdlərin nailiyyətlərindən xəbərdar olmalarına şərait yaradır. Bu məqsədlə müəllimlər vaxtaşırı valideynlərə məktub göndərə bilər. Məktubda şagirdin hansı istiqamətə inkişaf etdiyi məqamlar qeyd olunur. Eyni zamanda zəif məqamlar da göstərilir və zəif tərəflərin gücləndirilməsi üçün valideynlərin şagirdlərə dəstək olaraq nə etməli olduqları qeyd olunur. Burada valideynlərin şagirdlərə konstruktiv rəy verməsi vacib məqamlardan biridir. Portfolio qiymətləndirilməsinin tətbiqi ilə bağlı bəzi çətinliklər. Şagird portfoliosunun yaradılması əvvəlcə müəllim üçün çətin ola bilər. Portfolioya hansı sənədlərin daxil edilməsi, onların dəyərləndirilməsi, meyarların müəyyən edilməsi və sair kimi məsələlər var. Burada ən əsas təcrübədir. Zamanla müəllim də daha səriştəli olur, seçim edərək qiymətləndirmə prosesini daha asan həyata keçirir. Portfolioya daxil olan materialların qiymətləndirilməsi zamanı şəxsi informasiya məxfiliyi ilə bağlı etik məqamlar yarana bilər. Burada müəllimin diqqətli olması konfidensiallığın, yəni məxfiliyin qorunmasını təmin etməsi olduqca vacibdir. Bəli, müəllimlər, bizim etik davranış qaydalarımızdan konfidensiallıq da var idi ki, hansı ki, şagirdin məxfiliyini qorumalıyıq. Əks halda bu, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin pozulmasına səbəb ola bilər. Portfolio tamamlamaq və qiymətləndirmək çox vaxt ala bilər. Bu baxımdan müəllimin müəyyən işləmə sisteminə malik olması çətinliyin qarşısını ala bilər. Bəzən portfolio qiymətləndirmə zamanı qiymətləndirmə meyarları və əks əlaqə düzgün verilmədikdə şagird və müəllim arasında etibarlılıq zəifləyə bilər. Bu baxımdan müəllimin meyarların və verilən rəylərin nə dərəcədə düzgün olmasına diqqət yetirməsi olduqca vacibdir. Portfolioda sənədlərin ya çap, ya da elektron şəkildə e-portfolio toplanması mümkündür. Nə zaman portfolio qiymətləndirilməsi əhəmiyyətsiz ola bilər? Şagirdlərin portfolioya çıxışı olmadıqda, portfolio yalnız müəllim tərəfindən qurulduqda, burada şagird və valideynlərin rolu əhəmiyyətlidir. Şagirdlər öz işlərini qiymətləndirmədikdə, portfolio qiymətləndirilməsi nadir hallarda həyata keçirildikdə, qiymətləndirmə meyarları və əks əlaqə düzgün verilmədikdə portfolio qiymətləndirməsi əhəmiyyətsiz ola bilər. Bu qədər müəllimlər, inşallah sual cavabda daha yaxşı, daha maraqlı formada, daha aydın olmayan məqamlar varsa, məncə aydın oldu.